Bura Göygöl Milli Parkıdır. Göygöl Milli Parkı haqqında qısa bir məlumat vermək istəyirəm və onun bir neçə gözəlliklərini birazdan sizə təqdim edəcəyəm. Göygöl və onun ətrafındakı ərazilər 1925-ci ildə Azərbaycanda ilk xüsusi mühafizə olunan ərazilər kimi qorunmağa başladı. Bu da o deməkdir ki, Göygöl Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl qoruğuna 2008-ci ildə cənab prezidentimiz Milli Park statusuna keçməyə sərəncam vermişdi. Milli Park statusu bizə nələr verdi? Hal-hazırda Göygöl Milli Parkında biz ekoturizm fəaliyyəti ilə məşğul oluruq. Təbii ki, ən başlıca onun mühafizəsi ilə məşğul oluruq və bir də elmi işlərin araşdırılması ilə məşğul oluruq. Hal-hazırda Göygöl Milli Parkında 423-dən çox bitki növü var. Demək, onlardan 70-i ağac və kol bitkiləridir. Vəhşi heyvanlardan qonur ayılar var, maral var, cüyür var, vaşaq var və digər yırtıcı heyvanlar var, qartallar var, saqqallı kərkəç var və bu ərazilərdə araşdırılması üçün çox mövqelər, çox yerlər var. Bundan əlavə Göygöl Milli Parkında qısa da olsa ekoturizm marşrutu haqqında məlumat verim. Göygöl Milli Parkında hal-hazırda 11 istiqamətdə ekoturizm marşrutları, rotaları var. Ekoturizm marşrutları Göygölə, Maral gölə, Şamlı gölə və digər göllərə demək proqramlı bir şəkildə həyata keçirilir. Bələdçilərin müşayiəti ilə icra olunan bu turlar yalnız təbiətin qorunması və həm də təbiətin müşahidə olunması ilə nəticələnir. Hal-hazırda biz Göygöl Milli Parkında Kəpəz dağının çox yaxınlığındayıq. Durduğumuz yer həddindən artıq ecazkar bir yerdir. Biz eyni fonda həm Göygölü görürük, həm Maral gölü görürük. Zəhmət olmasa bax bu çiçəklərə də yaxından baxaq. Bu Azərbaycanda nadir növlərdən hesab olunur. Şərq nəmgülüdür. Onun bu ərazilərdə iki forması qeyd olunur. Birinci forma çox kiçikdir. Təxminən onların hündürlüyü 10-15 santimetrdir. Amma bu yüksək demək nöqtələrdə olanların hündürlüyü 45 santimetrə qədərdir. Hətta 50 santimetrə qədər boyları var. Çox gözəl qoxuları var, aromaları var. Üzərində də hal-hazırda bu vəhşi arıdır. Görünür ki, təbiətdə olan növlərdəndir. Bunun üzərindən nektar da çəkir, şirə də çəkir. Aşağı yaruslarda olan yerlərdə elə bal arılarımız da bu bitkilərdən, bütün bitkilərdən demək toz çəkir, şirə çəkir, bal toplamağa çalışır. Göygöl Milli Parkı Azərbaycanda və dünyada deyərdim ki, ən gözəl yerlərdən sayılır. Dünyanın heç bir yerində bu gözəl mənzərə deyərdim ki, yoxdur. Göygöl Milli Parkında bu göllərlə yanaşı, bundan əlavə 17 göl var. Təbii ki, bu göllər sıralamasında irili xırdalı 19 göl var qeyd etdiyimiz kimi. Onların 7-si böyüklük təşkil edir. Göygöl, Maral göl, Qara göl, Güzgü göl, Ördək göl, Şamlı göl. Demək, digər göllər də həm Murovdağ silsiləsində biz o gölləri qeydiyyata almışıq, həm də demək, çox yaxınlığına gəlib çıxdığımız Kəpəz dağının da düz alt hissəsində iki göl var. Orada həm Çoban gölü dediyimiz göl var, həm Kiçik Ayı gölü var. Maral gölün üst hissəsində hazırda görünmür. Bayaq biz dronla onun qeydiyyatını aldıq. Biz kadrlardan istifadə edərik. Sonra bizdə Şamlı göl var Göygöl Milli Parkının ərazilərində. Heç dünyanın deyərdim ki, ən gözəl füsunkar bir yerindədir. Orada da qarmaqvari şam meşəliyinin yayıldığı ərazi var. Təxminən Göygöl Milli Parkında demək 300-400 hektara yaxın ərazidə müəyyən edilibdir. Hazırda bax Kəpəz dağının uçub tökülmüş qayalıqlarını izləyirik. Bu uçub tökülən qayalıqlar iki hissəyə axıntı verib. Biri sola Maral göl hissəyə axıntı verib. Bir də bu dağ silsiləsinin o biri üzündə olan Şamlı göl hissəyə. Təxminən biz hesablamalar aparmışdıq. Vaxtilə bəlkə də Kəpəz dağının hündürlüyü 5000 metrdən də yüksək olub. Həmin o zəlzələ nəticəsində bu qayalıqlar dağın üzərindən uçub tökülüb, bax bu ərazilərə yayılıb. Ərazilərdə gördüyümüz o sıx meşələrin içərisi də başdan ayağa daşlıqlardır, nəhəng qayalardır. Son olaraq Milli Parka gələn turistlərə də üzümü tutub demək istəyirəm ki,
Milli parka gələrkən, bu dağlıq ərazilərdə, bu gözəl yerlərdə gəzərkən mən istəyərdim ki, yalnız onların ayaq izləri qalsın. Bu ərazilərdə gəzərkən təmizliyə, ərazinin mühafizəsinə xüsusi diqqət yetirək. Qeyd etmək istəyirəm ki, bu ərazilərin gələcək nəsillərimizin də, övladlarımızın da görməyə haqqları vardır.